kiçik müəllimmişim də. Odur ki, Azərbaycanda Quranın həqiqətləri danışılmır. Yəni, elə bil orada bir dərman var. O mənim həyatıma faydalıdır. Amma mən o dərmandan istifadə eləmirəm. Heç nə. Qalıb orada. İndi Quranda Musa Peyğəmbərin məsələsi tam bir dalana dirənib və orada ümidini itirmir, deyir, mənim Rəbbim mənimlədir. Başqa bir məqamı demək istəyirəm Musa Peyğəmbərdən. Taha surəsində var, başqa surələrdə də yəqin var. Mən Taha surəsində oxumuşam. 2019-cu ildə Azərbaycanda Nəsimi il idi. O vaxt mənim Mədəniyyət kanalında verilişim vardı. Sağ olsun Telxan Pənah qızı tərtib eləmişdi. Bir il boyunca 31 veriliş hazırladım. Nəsiminin qəzəllərini izah edirdim. Sonra da o kitab kimi çap oldu, Nəsimi nəfəsi. Demək, Nəsiminin qəzəllərini oxuyanda gördüm ki, demək olar ki, hər qəzəlində bir dənə Quran ayəsi var. Özü də Quran ayəsinin də ərəbcəsini gətirib misralarına. Həmin o beytlərdən biri budur. Hər kim ki müştaq olmadı ol dilbərin ya şol dilbərin didarına, yetişmədi Musa kimi anəstü narin narinə. Bu anəstü narin narinə olduğu kimi yenə gətirib deməli beytdə, qəzəldə. Anəstü narin narinə deməkdir. Taha surəsində var da, gecə qaranlıqda ailəsi ilə getdiyi yerdən qayıdır indi vətəninə və uzaqdan bir alov görür. Yolu itiriblər. Çox maraqlı məqam. Bəli, yolu itiriblər. Bunlar hamısı həm də rəmzi xarakter daşıyır. Adam yolu itirib, ailəsi ilə bərabər yolu axtarır. Uzaqdan bir işıq yanır. Fəqalə li əhlihim kusu inni anəstü narən. Ailəsinə dedi ki, burada dayanın, mən bir alov gördüm. Nar, yəni alov. Nəsim də deyir, buyurur ki, yetişmədi Musa kimi anəstü narin narinə. Anəstü narən, mən bir alov gördüm. Ləalli atikum minhu biqabəs. Bəlkə köz gətirim oradan bir. Ki, yolu... İndi Nəsimi buyurur ki, əgər sən anəstü narinə çatmaq istəyirsənsə sənə də alov yansın, işıq yansın, sənə də yolu göstərsinlər. Gərək Musa kimi müştaq olasan, özün istəyəsən, axtarasan yolu. Tox adama dünyanın ən dadlı yeməyini də gətirsən, yeməyəcək. Gərək ac olasan, susuz olasan, əzizim, axtarasan. İndi sual, axtarandan sonra o işıq yanırmı? Bəli, yanır. Kimin üçün? Təkcə inananlar üçün yox, bütün insanlar üçün yanır. Bu ümumbəşəri qaydadır, bu ilahi qaydadır, sünnədir. Bu birinci məsələ. İkinci məsələ, ümidli insan, ümidsiz insan. Rövşən müəllim dedi ki, ümidin fəlsəfi etimologiyası budur da, fəlsəfi kökü. Ümid, Allah olmasa ümid yoxdur. İndi burada bir məsələ var. Yaxşı, ümidli insan, bir də ümidsiz insan. Bu sual çox verilir, insanların zehnində var. Hər halda, ümidli insan, yəni Allaha inanan insan. Yəni, bir adam deyir ki, mən ateistəm, mən də ümidliyəm, eybi yox. Gəl bura söhbət edəyək. Orada bizim söz konumuz yoxdur hələ. Bir adam ümidlidir, bir adam ümidsizdir. Bu ikisinin həyata baxışında nə fərq var? Daha doğrusu, ümidli insanın ümidi ona nə verir? Axı, bəziləri belə sual verir. Tutaq ki, ümidli oldum, bu ümid mənə nə verir? Əzizim, bu tərəfdə bir ümumbəşəri qayda var. وَاَنْ لَيْسَ لِلْاِنْسَانِ اِلَّا مَا سَعَى. Bu da Qurandadır. Kim nə qədər zəhmət çəksə, o qədər qazanacaq. Bu ayənin Azərbaycan dilində, loru dilində tərcüməsi budur. Adi dildə. Bu qaydadır. Mən özümə bir stəkan çay süzmək üçün qalxıb gedib mətbəxdə özümə çay süzməliyəm.
Bu ümumbəşəri qaydadır. Mən bunu etməsəm, çay öz-özünə gəlib mənim qarşımda əyləşməyəcək. Burada söhbət yoxdur ki. Burada nə müsəlman, nə qeyri-müsəlman. Bu insandır, bu Allah belə yaradıb ümumiyyətlə. Vəssalam. Yaxşı. İndi burada ümumbəşəri qayda var. Hamı çalışmalıdır. Hamı təhsil almalıdır. Hamı öyrənməlidir. Hamı həvəsli olmalıdır. İstəməlidir daha doğrusu, istəməlidir. Hamı. Bu qaydalar yerindədir. İndi bu qaydalara riayət edən iki dənə adam, daha doğrusu bu qaydalarla münasibətdə iki adam təsəvvür edin. Bir, ümidlidir ki, problem həll olacaq. Ümidli ola-ola o qaydalara başlayır riayət eləməyə. Bəli. Ümidli ola-ola başlayır çalışmağa, 100%. təhsil almağa, gecə-gündüz. Bu birisi isə ümidsizdir. Ümidsiz ola-ola gedir o qaydalara tərəf. Hansı daha yaxşı uğur qazanacaq əzizim? Ümid demək əsas vacib şərtlərdən biridir. Yaxşı, inanclı insan niyə ümidini itirir? Hə, o da. Acı siz necə demək Məsələn, bunu desən, həqiqətən inanclı insan nəyə görə ümidini itirir? O da çox gözəl. Mən elə bu suala gəlim, amma orada bir də maraqlı məqam, o qədər gözəl danışdı, mən demədim. Orada deyirsiniz, Musa Peyğəmbər gəldi, od yaxınlaşdı, od götürdü.